Hər vaxt xeyir olsun dəyərli qrup üzvləri, Telegram kanalının izləyiciləri. Deməli, xəbərə hardasa 5-6 dəqiqə qala biz nə edirik? Biz elə bir ki, bütün əməliyyatlarımızı bağladıq. Burada olan əməliyyatları bağladıq. Trailing stopla bağlayan oldu, take profitla bağlayan oldu və bugün xəbərlərdə gördüyünüz kimi bu vacib xəbərlərdir. Bu vacib xəbərlərdən 5 dəqiqə, 3-5 dəqiqə qalmış. Gördünüz bu vacib xəbərlər, Amerikadan gələn bu vacib xəbərlər çox vacibdir. Və eləcə də biz baxmalıyıq hazırda çıxan deyək ki, xəbərlərə, hazırdakı nə çıxacaq, buna diqqət etmək lazımdır. Eyni zamanda bundan qabaq biz dərhal nə etməliyik? Yəni platformaya girib buy stop, sell stoplarımızı yerləşdirməliyik ki, yəni xəbərdən sonra biz ola bilər əməliyyat aça bilməyək, çünki bazar çox güclü hərəkət edir. Yəni necə olur bu? Yeni gələnlər də bilsinlər buy stopları. Deməli biz gedirik new orderə və deyək ki, lotu seçirik. Lotu seçəndən sonra biz giririk pending orderzə və buy stop. Hazırki qiymət neçədirsə, deməli biz ondan $10 yuxarıda deməli buy stop təyin edirik. Deməli 5000 hal-hazırda deməli 5086-dadırsa, deməli 96-ya. Biz elə bir ki, hardasa gəlin 5100-ə qoyaq ki, sonra xəbərə qalmış, 3 dəqiqə qalmış endirək aşağı. Yəni xəbərə qabaq çox yaxın qoymaq olmaz. Xəbərin 3 dəqiqə qabaq təyin etmək lazımdır. Və 5000 biz 100-ə qoyaq. 5100-ə biz təyin edirik 5100-ə. 5100-ə təyin edəndən sonra uşaqlar, yəni qiymət ən azından deyək ki, $80 qalxış qoyuram, amma siz $80 qalxış qoymayın. Çünki trailing stopa mütləq ehtiyac var. 5180-ə qoydum. Deməli, take profit. Biz elə bir ki, bunu biraz qaldırım yuxarı. Xəbərə yaxın, yenə yaxınlaşdıraram. Eyni zamanda sell stopu. Biz elə bir ki, təyin edək sell stopu. Deməli, təyin edək hardasa 60-larda və take profit təyin edək deməli 5000-lərə. Sell stop təyin edək. Sell stop 5060-lara və take profit 5000-lərə. Bunu təyin elədik. Bunu biraz uzaqlaşdıraq. Xəbərə 3 dəqiqə qalmış yaxınlaşdıraram mən. Yəni xəbərə yaxın $10 yuxarı biz qoyaraq buy stop, $10 aşağı qoyaraq sell stop. Bu bizim take profit stop lossumuzdur. Təyin elədik. Və indi gözləyək görək deməli xəbərlər necə çıxacaq. Əslində belə baxanda yəni 3 dəqiqə var xəbərə. Biz dərhal bunu yaxınlaşdıra bilərik.